Ceyranbatan qəsəbəsində yerləşən quşçuluq fermasının sahibi Yusif adlı şəxs öz zəhməti, bacarığı, səmimi insani münasibətləri ilə hər kəsin hörmətini qazanmışdır. O, işinə böyük sevgi və məsuliyyətlə yanaşan, quşçuluq sahəsində zəngin təcrübəsi olan elmli və savadlı sahibkarlardandır. Fermada yaradılan gigiyenik şərait, quşların düzgün bəslənməsi, peşəkar şəkildə idarə olunması Yusif bəyin iş prinsipinin, əməksevərliyinin bariz nümunəsidir. Onun rəhbərliyi ilə fermanın məhsulları daim təzə, keyfiyyətli və sağlam olur. Yusif bəy istehsalat prosesində şəffaflıq, halal əmək və dürüstlük prinsiplərinə sadiq qalaraq həm bölgəyə, həm də ümumilikdə bazara sağlam məhsullar təqdim edir. Bu isə istehlakçıların ona inamını daha da artırır. Eyni zamanda Yusif bəy işçilərə qarşı humanist, qayğıkeş və anlayışlı münasibət ilə seçilir. O, əməyin dəyərini bilən, ətrafındakı insanlara dəyər verən nümunəvi bir sahibkardır. Ceyranbatan quşçuluq ferması təkcə istehsal ocağı deyil, həm də düzgün idarə etmənin, zəhmətin və vicdanın nəticəsinin canlı sübutudur. Yusif bəy kimi insanlar kənd təsərrüfatının inkişafına böyük töhfə verən, halal zəhmətlə çörək qazanan şəxslərdir. Allah bu cür insanların işinə bərəkət versin.